Bugünkü mövzumuz müasir stomatologiyada implantların tətbiqi və bunların bizlərin qarşısında açdığı yeni imkanlardır. Tam dişsiz çənələrdə xəstələrin protezləri saxlaması çox ciddi bir problemə çevrilir. Zamanla tam çıxan protezlər xəstələrdə damaqda parodont toxumasında və seyirlikli qişalarda döymələrə səbəb olur. Bu da zamanla xəstələrdə çeynəmə funksiyallığının və nit problemlərinin yaranmasına səbəb olur. Lakin müasir stomatologiyanın inkişafı və müasir stomatologiyada implantların tətbiqi bizim qarşımızda böyük imkanlar açır. Ümumilikdə implantlar vasitəsilə biz həm çeynəmə qüsurlarımızı, həm də nit qüsurlarımızı bərpa edə bilərik. Bəzi hallarda xəstələrdə çənələrdə implantların tətbiqi bizim üçün müəyyən çətinliklər yaradır və bu çətinliklərdən bir çoxları da xəstələrimizdə sümük itkisinin olmasıdır. Aşağı çənələrdə sümük itkisinin olması implantları yerləşdirən zaman çənə siniri dediyimiz sinirə toxunmamızdır və bu da gələcəkdə böyük fəsadlara gətirib çıxarda bilir və yaxud da ki, yuxarı çənələrdə bizim implant yerləşdirəcəyimiz bölgələrin haymur boşluqlarının altına düşməsidir. Lakin bu problemləri aradan qaldırmaq da artıq çətinliklər yaratmır. Çünki açıq sinus lift dediyimiz və yaxud sümük qreftləməçilər vasitəsilə biz çənədə olan bu problemləri tez bir zamanda həll edə bilirik. Bəzi hallarda xəstələrdə alt və yaxud da üst çənənin arxa nahiyələrinə implant yerləşdirə bilmədikdə və yaxud da xəstə özü buna razılıq vermədikdə biz həmin nahiyələrdə 2 və yaxud da ki 4 implant yerləşdirməklə protez stabilliyi əldə edə bilirik. Bunlara aiddir məsələn All-on-4 dediyimiz sistemlər, yəni 4 implant üstündə yerləşdirilmiş sabit protezlər və yaxud da ki 2 implant üstündə yerləşdirilmiş sabit protezlər. Sadəcə olaraq bu implantların yerləşdirilməsi zamanı müəyyən protokollar var ki, biz hansı ki onlara əməl etməliyik. Məsələn deyək alt çənədə biz protez stabilliyini 2 implant üzərində də əldə edə bilərik. Lakin yuxarı çənə üçün bu stabilliyi əldə etmək adətən 4 implant üzərindən olur və yaxud da ki ümumilikdə xəstənin çənəsində olan sümük həcmi bizə imkan verirsə, biz 6 və yaxud da 8 implant yerləşdirərək tam körpüyə bənzər çıxmayan protezlər hazırlaya bilirik ki, bu da gələcəkdə pasientlərin həm çeynəmə funksiyallığını və həm də ki nit funksiyallığını tam bərpa edə bilir.